Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. 44 günlük Vətən müharibəsinin iştirakçısı Murad Elxan oğlu Bayramov vəfat edib. Xəbərimizə görə Tovuz rayon icra hakimiyyətindən faktı təsdiqləyiblər. Qeyd olunub ki, 2-ci Qarabağ müharibəsi iştirakçısı dünən axşam saatlarında vəfat edib. Məlumata görə Bayramov beyin qan sızması nəticəsində dünyasını dəyişib. Allah rəhmət eləsin, yaxınlarına, ailəsinə səbir diləyirik. Mingəçevir şəhərində 66 yaşlı piyadanı avtomobil vuraraq öldürüb. Şəhər ərazisində yolu qarşı tərəfə keçmək istəyən 1959-cu il təvəllüdlü şəxsi avtomobil vurub. Piyada xəstəxanaya çatdırılsa da, onun yolda keçindiyi məlum olub. Faktla bağlı araşdırma aparılır.